Hədis bağçasından seçmələr. Peyğəmbər salavatullah buyurub: qadının üzərində ən böyük haqqı olan şəxs onun əri, kişinin üzərində ən böyük haqqı olan şəxs isə onun anasıdır. İmam Əli əleyhissalam buyurub: qadına gücündən artıq iş yükləmə. Çünki qadın qüdrətli pəhləvan kimi deyil, gül şaxəsi kimidir. Peyğəmbər salavatullah buyurub: Cəbrail daima mənə qadınlar barədə tapşırardı. Nəticədə elə güman etdim ki, pozğunluğu sübut olunan haldan başqa qadına təlaq vermək olmaz. İmam Əli əleyhissalam buyurub: qadının qorunması onu daha şad, gözəlliyini daha davamlı edər. Peyğəmbər salavatullah buyurub: qadının əri üzərində olan haqqı budur ki, əri onun qarnını doyursun, bədənini geyindirsin və heç vaxt ona sifətini turşutmasın. İmam Kazım əleyhissalam buyurub: qadının cihadı öz ərinə yaxşı qulluq etməsidir. Peyğəmbər salavatullah buyurub: kişinin qadına dediyi mən səni sevirəm sözü heç vaxt qadının qəlbindən silinməz. Digər bir hədisində Peyğəmbər salavatullah buyurub: öz arvadının ağzına bir loğma uzadan kişi savab qazanar. Allahın Rəsulu buyurub: dünyanın ən yaxşı neməti ləyaqətli qadındır. Peyğəmbər salavatullah digər bir hədisində buyurub: dünya müvəqqəti faydadan ibarətdir. Onun fayda verən ən xeyirli varlığı dindar qadınlardır. Allahın Rəsulu buyurub: möminlər arasında ən kamil imana sahib olan əxlaqı ən gözəl olanlarıdır. Möminlərin ən xeyirlisi isə qadınlarına qarşı xeyirli olanlarıdır. Daha bir hədisində Peyğəmbər salavatullah buyurub: mömin bir kişi mömin bir qadına nifrət bəsləməsin. Əgər kişi qadının hər hansı bir xasiyyətindən razı deyilsə, başqa bir xasiyyətindən razı ola bilər. Muhammed salavatullah buyurub: kişinin xərcləyəcəyi ən fəzilətli pul hər şeydən əvvəl öz həyat yoldaşı
və ailə üzvləri üçün xərcləyəcəyi puldur. İbn Abbas nəql edir: Allahın elçisi savaşlara qadınları da aparardı. Onlar yaralıları müalicə edirdilər və savaş qənimətlərindən onlara da pay verilərdi. Peyğəmbər sallallahu buyurub: Qadın vacib namazlarını qılar, vacib oruclarını tutar, iffətini qoruyar və yoldaşına itaət edərsə, ona istədiyin qapıdan cənnətə gir deyilər.